Bunlar da 10 manat, bunlar 7'dir, bunlar 8 manat. Yay fəsli yaxınlaşdıqca bir çox meyvə tərəvəzinin ucuzlaşması müşahidə edilir. Amma gilas barədə bunu demək mümkün deyil. Gilas neçədir? Gilas 6 manat. Bunlar 10 manatdır. Görürsən? Bunlar da 10 manat, bunlar 7'dir, bunlar 8 manat. Ucuz mallarda hamısı pakta-paktadır. Çürüydü hamısı. Elə mallardakı müştəri onu satmaq olmaz. Gilas hal-hazırda gilas 4.50-yə, 4-də hofta boydu, biz də satırıq 5 manat. Dolu zad çox vurdu da ona görə. Əmməki deyirlər, Rasiya zad yığır, az gəlir buna görə. Hava şəraitinin məhsuldarlığa mənfi təsirini fermerlərdə təsdiqləyir. Təsərrüfatlara ciddi zərər dəyib. Yel vurub, görürsünüz hal-hazırda 100-dən 30% tutub gilasımız. Bir yandan isti, bir yandan yağış, böyle isti yandırdı da ağaclarımızı, gilaslarımızı. Heç 10% gilas yoxdur. Həmişə hər ağacdan bir 200 kilo, 250 kilo gilas alırdı, heç bu il 50 kilodur gilasımız yoxdur. Bir də bütün gilaslarımız hamısı bu vəziyyətdədir. Aqrar Sığorta Fondundan bildirilir ki, 2025-ci ilin əvvəlindən indiyədək baş verən təbiət hadisələri bölgələrdə qurum tərəfindən sığortalanmış kənd təsərrüfatı bitkiləri və əkin sahələrinin bir hissəsinə ciddi zərər vurub. Onların arasında gilas da var. 2025-ci ildə, yəni ilin əvvəlindən indiyə qədər havaların kəskin keçməsi ilə əlaqədar olaraq hələlik 36 hektar gilas bağına zərər dəyməsi barədə müraciət daxil olub. Bu bağlardan ümumilikdə 1,2 milyon manat məhsul gözlənirdi. Yenə də qeyd edeyim ki, göstərilən məlumat o demək deyil ki, göstərilən gilas məhsuluna bütünlüklə zərər dəyib. Zərər bu əkinlərin bir hissəsi üzrə qeydə alınıb. Qeyd edək ki, gilas Azərbaycanın qeyri-neft ixracında yer tutur. Əvvəlki illərin təcrübəsi onu göstərir ki, bu amil yerli bazarda qiymətlərə təsir edir. Lakin 2025-ci ildə gilasın ixrac miqdarı ilə bağlı məlumat yoxdur.